Payız-qış mövsümü virus infeksiyaların ən çox yayıldığı dövrdür. Bu mövsümlərdə viruslara yoluxma hallarının artması müşahidə olunur. Bu infeksiyalar yüksək qızdırma, baş ağrısı, bütün bədəndə yayılmış ağrı, öskürək şəklində özünü göstərir. Bəzi xəstələrdə ürək bulanma, qusma, ishal da görə bilərik. Xəstəlik həm böyüklər, həm də uşaqlar arasında eyni dərəcədə yayıldığını müşahidə edirik. Ancaq bəzi şəxslərdə, bu kimlərdə daha çox, hamilələr ola bilər, 65 yaş üstündəki şəxslər ola bilər, bundan başqa immun sisteminin zəiflədən xəstəliyi olanlar ola bilər. Belə şəxslərdə xəstəlik biraz daha ağır formada keçə bilər. Həkim qrip infeksiyalarından qorunmağın yollarından da danışdı. Əgər həkim tərəfindən hər hansı bir antibiotik təyin edilməyibsə, yəni deyək ki, xəstə virus infeksiyasını keçirdi, üzərinə ağırlaşdı, bakterial bir sətəlcəm düşünülürsə, o zaman həkim antibiotik təyin edə bilər. Amma həkim tərəfindən antibiotik təyin edilməyibsə, sadəcə qızdırma və öskürək var deyə xəstələr öz yanlarından antibiotik qəbul eləməsinlər. Çünki virus xəstəliyinin antibiotik müalicəsinin heç bir faydası yoxdur. Evdə nə edə bilərlər? Mürəbbəli çay dediyim kimi içə bilərlər, bol maye qəbul etməlidirlər, yataq istirahət eləməlidirlər. Xəstə olan şəxsin işə və ya məktəbə getməməsi tövsiyə olunur başqalarını yoluxdurmamaq üçün. Xəstə olan şəxsin eyni evdə yaşayanları qorumaq üçün evdə cərrahi maska taxa bilər, yaxınlarına, yaşlı şəxslərə yoluxdurmamaq üçün. Bundan başqa, məsələn, deyək ki, xəstəliyin 3-4 gündən sonra qızdırma keçmişsə, getdikcə daha çox, məsələn, əhvalının pisləşməsi, öskürəyin getdikcə daha çox artması, boğulu şəkildə öskürəyin olması və yaxud da öskürəyin bəlğəmli öskürəyə çevrilməsi, bu tərz əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır. Həkim eyni zamanda xəstəliklərə yoluxmalardan qorunmaq üçün peyvəndləmənin də əhəmiyyətini vurğuladı. Hər il payız aylarında qrip infeksiyasına qarşı bütün dünyada olduğu kimi ölkəmizdə də peyvəndləmə tədbirləri aparılır. Bu il də yenə payız aylarında, xüsusən belə sentyabrın axırı, oktyabr aylarında peyvəndləmə başlanılıb. İstənilən şəxs yaşadığı ərazidə poliklinikalara müraciət edərək peyvənd vurdura bilər və qrip peyvəndinin vurulması qrip infeksiyasının daha yüngül şəkildə keçirilməsinə səbəb olur. Sakinlər arasında apardığımız sorğudan da bəlli oldu ki, hazırda kəskin respirator qrip infeksiyasından böyüklü-kiçikli bir çox insan əziyyət çəkir. Bəziləri yüngül, bəziləri isə daha ağır keçirir. Xəstəliyin gec sağalmasından şikayətlənənlər də var. Mən özüm bu virusu tutmamışam, lakin qardaşım bu virusa yoluxubdu. Hardasa bir 4-5 gündür ki, xəstədir. Ev şəraitində biz onu müalicə edirik, çünki anam tibb bacısıdır. Amma mən insanlara məsləhətim olar ki, əgər bu virusa yoluxubdularsa, həkimə məsləhət edəsinlər. Çünki ev şəraitində düzələcək bir xəstəyə kimi görsənmir, insanlar arasında çox yayıldığına görə. Bu indiki virusa mən yoluxmamışam. Yoluxmasam da qonşuda yoluxanlar var. Hamısı da danışırlar ki, doğrudan ağır çəkirdir. Biri boğaz ağrısı, biri nə bilim grip kimi, biri sinə sarğı, temperaturu çox olur. Mən özüm hardasa bir həftə bu xəstəlikdən əziyyət çəkdim, amma onu deyim ki, yəni təcrübəmə əsasən deyə bilərəm ki, bir həftəlik müddətində mən demək olar ki, yatmadım. Qidalanmama fikir verdim. O sağlam qidalanmanı, çərəzlərdir, təbii meyvələrdə, əsas da C vitaminli meyvələrdir ki, onları artırdım. Çünki bildiyimiz kimi qripə qarşı birinci növbədə immunitet yüksək olmalıdır və vitamin C mütləqdir. Sitrus meyvələrinə üstünlük verdim və nəticəsi də budur ki, bu dəqiqə çox rahatam, çox yaxşıyam. Ümumiyyətlə, infeksiyaların yayılma sürətini azaltmaq üçün sadə qaydalara əməl etmək kifayətdir. İmmun sistemini gücləndirmək, şəxsi gigiyena qaydalarına əməl etmək, qapalı məkanlarda tibbi maskalardan istifadə etmək yoluxma hallarını minimuma endirə bilər. Hər birinizə sağlamlıq arzusu ilə. Elnurə Tahir, Arzu Sadiqov, NTV Xəbər.